İranda son günlər bir neçə ali təhsil müəssisəsində tələbələrin iştirakı ilə keçirilən etiraz aksiyaları ölkədə siyasi gərginliyin səngimədiyini göstərir. Reutersin İran mənbələrinə və sosial şəbəkə görüntülərinə istinadən yaydığı məlumatlara görə aksiyalar xüsusilə Tehrandakı Şərif adına Tehran Texnologiya Universiteti və Məşhəd universitetlərində müşahidə olunub. Bu etirazlar təsadüfi deyil. Onlar yanvar ayında baş vermiş 1979-cu il İslam inqilabından bəri ən geniş miqyaslı nümayişlər hesab olunan ümumxalq aksiyalarının davamı kimi qiymətləndirilir. Həmin proseslər iqtisadi çətinliklər, inflyasiya və sosial narazılıq fonunda başlayaraq qısa müddətdə siyasi şüarlara çevrilib. Son aksiyalarda isə artıq birbaşa siyasi çağırışlar səslənir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi iştirakçıların ali lider Əli Xameyni əleyhinə şüarlar səsləndirdiyi, hətta sürgündə yaşayan Rıza Pəhləvi ilə bağlı monarxiyanın bərpasını tələb etdiyi görünür. Bu isə narazılığın ideoloji müstəviyə keçdiyini göstərir. İranda tələbə hərəkatları tarixən siyasi dəyişikliklərin katalizatoru olub. Universitet mühiti həm təşkilatlanma imkanlarının genişliyi, həm də ideoloji debatların intensivliyi baxımından həssas platformadır. Hazırki mərhələdə də kampuslarda həm hökumət yönlü, həm də hökumət əleyhinə qrupların toqquşması cəmiyyət daxilində parçalanmanın dərinləşdiyini göstərir. Ölənlərin sayı ilə bağlı rəsmi və qeyri-rəsmi məlumatlar arasında ciddi fərq var. Rəsmi Tehran yanvar hadisələrində 3117 nəfərin öldüyünü açıqlayıb. Birləşmiş Ştatlarda yerləşən insan hüquqları aktivistləri xəbər agentliyi isə bu rəqəmin daha yüksək, 7000-dən çox olduğunu bildirir. Qeyri-rəsmi mənbələrdə isə daha kəskin iddialar səslənir. Mövcud proseslər göstərir ki, İran daxilində narazılıq yalnız iqtisadi çətinliklərlə məhdudlaşmır və siyasi sistemə yönəlmiş tələblərlə davam edir. Universitetlərdə başlayan yeni dalğa əvvəlki aksiyaların sosial yaddaşda qalmağa davam etdiyini və gərginliyin struktur xarakter aldığını nümayiş etdirir. Hakimiyyətin bu narazılığı sərt təhlükəsizlik tədbirləri ilə nəzarətdə saxlayacağı, yoxsa sosial-siyasi dialoq mexanizmlərinə üstünlük verəcəyi isə qarşıdakı dövr üçün əsas sual olaraq qalır.